quş qripinin yeni forması sayılan H5N5 peyda olub. Bunlar hələlik qanla yayılır. Hava və damcı yolu ilə yayılmır. Hava, damcı yolu ilə yayılanlar adenovirus, koronavirus, qrip və başqa infeksiyalardır. Bizim ölkəmizdə hələ ki quş qripinin yeni forması yoxdur və bununla bağlı əlimizdə raport da mövcud deyil. Ancaq epidemioloji vəziyyət bizdə də dünya ölkələrində olduğu kimidir. Bunu moderator AZA açıqlamasında tibb elmləri doktoru Professor Adil Qeybulla deyib. O daha sonra qeyd edib, adenovirus yuxarı tənəffüs yollarında iltihaq prosesi törədir. A qripi 500 qripi virusu var. Ən çox yayılan nəfəs yolu infeksiyalarını A qripi virusu yayır. Adenovirus pnevmoniyaya da səbəb ola bilər. Qripdən ölüm halları da ola bilər. Hər il dünyada qripdən 2 milyona yaxın adam dünyasını dəyişir. Bu ölüm halları həmişə olub. Elə ölkəmizdə də az olmayıb. Adil Qeybulla bəzi elmi proqnozlardan da danışıb. Uşaqlar arasında rotavirus çox yayılıb. Hansı ki bu bağırsaqlarda olur. Koronavirusun özü də davam edir. Havanın soyuması müəyyən dərəcədə də buna təsir edir. Hər halda biz epidemioloji vəziyyəti proqnozlaşdıra bilmərik. Dünya Səhiyyət Təşkilatının insan sağlamlığını tərtib edən 10 amildən biri kimi bizi qarşıda gözləyən qrip pandemiyası nəzərdə tutulub. Bu mütləq olacaq. Vaxtını bilməsək də bu artıq elmi proqnozdur, deyə Adil Qeybulla qeyd edib.